İndi sizə elə bir Azərbaycanlı haqqında danışacağam ki, tək başına 20-yə yaxın ermənini məhv etmiş, minlərlə Azərbaycanın xilas olmasına səbəb olmuşdu. 1988-ci ildə Ağdamda ilk müdafiə dəstələrinin formalaşmasında Allahverdi Bağırovun böyük rolu oldu. 92-ci ilin yanvarında Allahverdi Bağırovun komandanlıq etdiyi tabur Naxçıvanik kəndində işğalçıların bütün canlı qüvvəsini və texnikasını darmadağın edib 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləyib. Pirzamal kəndindəki bütün yüksəkləri isə tutub. Allahverdi Bağırov və döyüşçüləri cəmi 2 saatı əməliyyatı icra edib və Ermənistan bayraqlarını Azərbaycan bayraqları ilə əvəz edib. Həmçinin Allahverdi Bağırov Aranzəmin döyüşündə də olub. Həmin döyüşlərdə onun dəstəsi 100 erməni əsgərini məhv edib və onunu əsir götürüb. Xocalı soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və Azərbaycanlı əsirlərin erməni əsirlərlə dəyişdirilməsində onun böyük xidməti olub. Allahverdi Bağırov erməni polkovniki Vitali ilə əlaqəyə keçərək 1003 Xocalı vətəndaşını əsirlikdən xilas etmişdi.